Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kükürt bölməsinin ətraflı sualların izahını verəcəm. Keçək suallarımızın izahına. Deməli, birinci reaksiyada H2S X ilə reaksiya girib, S plus Y alınıb. S də qatı sulfatla gedib, X plus Y alınıb. Deməli, ikinci reaksiyadan başlamaq daha məsləhətlidir ki, ipozlarımızı görək. Bilirsiniz ki, burada alınır SO2 plus su. H2S indi burada SO2 ilə gedəndə S plus su verəcək. Deməli, hər ikisində Y maddəsi bu sudur. X də bu imiş. Aha, tapdım bunları. X-in formulunu tapdım ki, nədir? SO2. Y-in formulunu tapdım ki, su. Yazıb 16 qram kükürdün qatı sulfat turşusundan reaksiyasından neçə mol X alındığını tap. İndi reaksiyamızı əmsallaşdıraq. Bircə dəqiqə. 4 dənə oksigen var. Deməli, bura 2 yazsaq, bura 2 yazsaq. Onda bura 3 yazsaq hazırdırmı? Aha, hər şey hazır. Deməli, burada verib bizə 16 qram kükürt, 16 qram. Neçə mol X maddəsi? X maddəsində bayaq tapmışdıqda SO2 idi. Neçə mol? X mol. Molun altı əmsal. Qrama da qram. Buradan da X eləyir 1/5. Bu qədər. Birinci sualımızın izahı bu qədər. İkinci sualımızda. Kükürdün üstünə xlor gələndə bilirik ki, S2 xlor 2 verir. Kükürdün üstünə flor gələndə bilirik ki, SF6 verir. XY molekulunda olan atomların sayı. Deməli, bunda 4 dənə atom var. Bunda da 7 dənə atom var. Aha, cəmisini istəyir. Cəmi 11 dənə atom var, görürük. Mənə deyir 0,5 mol Y alınması üçün lazım olan florun həcmi. Deməli, bunların cavabını tapdıq. Bu tənliyimizi əmsallaşdıraq. Bizdən bunu istəyir. Onda bunu silirəm. Bir cavabımızı 11 tapdıq da bildiniz. Aha, 0,5 mol Y alınması üçün 0,5 mol molun altı əmsal. Lazım olan florun həcmi X litr. Litrin altına əmsal vur 22,4. X də bərabərdir 1,5 22,4-ə vuracam. O da eləyəcək 33,6. Cavab 11 və 33,6. Üçüncü suala keçirəm. Deməli, natriumun üzərinə H2SO4-dən gəlib. Məlum məsələdir ki, o qatı sulfatdır. Niyə? Çünki duru sulfat olsaydı normal doz plus H2 verərdi. Amma burada 3 dənə maddə su çıxıb, 3 dənə maddə alınıb. Natrium KSO4, aktiv metallar bilirsiniz də H2S verir. Bir də su çıxardır. İndi kuprumun üzərinə H2SO4-ün qatısını gəlir. Qatıdır. Niyə? Çünki pasiv metallar duru sulfatla getmir. Bu gedibsə, deməli artıq burada qatı götürülüb. Tənli yazdım. Deməli, bizə nə deyir indi? XY-in formulunu. X-im H2S-dir, Y-imiz SO2-dir. Bunu yəni məlum məsələdir ki, yazmışam, artıq hazırdır. Deməli, başqa bizdən nə istəyir? XY reaksiyasının tənliyi. Bu X-dir, bu da Y-dir. Yəni H2S-in üstünə SO2 gəl. Nə alınır? S plus su. Bu tənliyin əmsallarını istəyir. Düzdür? Aha, oksigeni burada bir dənədir sağda. Başda 2 dənədir. Bunu 2 yazsam 4 hidrogenə görə 2, bu da 3. Hər şey hazırdır. Aha, tənli yazdım, əmsallaşdırdım. Belə. Cavab H2S, SO2, bir də tənliyimizi yazdıq, əmsallaşdırdıq. Digər suala keçirəm. Dördüncü suala. S-in üstünə natrium OH gələndə bilirsiniz ki, natrium KS, natrium KSO3, üstə gəl su alınır. Balans quracam. Kükürt 0-dan -2 gəlib. Bir də 0-dan müsbət 4 gəlib. Başqa element dərəcəsini dəyişməyib. Disproporsiyada oksidaşma reduksiya reaksiyasının növlərindən. Aha. Burada ikisini alıb. Burada isə 4-ünü verib. 2, 4. Deməli, bunlar ixtisar gedəndə 2, 1. Deməli, bax, aldıqlarımızı sağa yazacağıq da. Kommutasiyada başa yazırıq ha, amma disproporsiyada sağa. Adətən balansı quranda aldığımız əmsalları sağ tərəfə yazın. Amma məsələn bəzi tənliklərdə, çox az tənliklərdə başdan aza yazırıq. Məsələn onlardan biri kommutasiyadır. Çünki başda dərəcəni dəyişən 2 element olur, sağda 1 olur da. Aldığımı bir dənə elementin maddənin qabağına yazası deyiləm ki. İndi bu 2-ni yazıram -2 olan yerə. 1-i də yazıram müsbət 4 aldığıma. Biri düzdür, əmsal 1 olanda yazılmır, amma mən deyirəm ki, yazın ki, çaşmayaq da, sonra bizi çaşdırmasın. Deməli, burada sağda 3 dənə kükürt var, bura 3. Natriumdan
6 dənədir, bura 6. Hidrogen 6 olsun deyə bura 3. Oksigenlər də düzəldi. Hər şey hazırdır. Deməli bizdən nə istəyir ki? Natrium OH-un əmsalı almışam olsa bunu. A-nan B 1 mol A, 1 mol B-dən ibarət qarışıqda olan atomların saylarının cəmini istəyir. Baxın, əvvəla natrium OH-un molunu istədiyi, əmsalını istədiyi üçün 16 almışam. Bu nə aldıdır? İndi mənə deyir X, Y yox. A, B maddələri yoxdur mu? Hansı ki A və B maddələri bunlardır. Natrium 2S. Birdən natrium 2SO3. Burada 3 dənədir. Burada 6 dənədir. 6 ilə də 3-ün cəmi 9 dənədir. Deməli 9 atomu var. Davam eləyirəm digər sualımıza. Yəni 5-ci sualımızdayıq artıq. 5-ci sualımızda deməli dəmirin duru sulfatla reaksiyasıdır. Sizə demişəm ki, dəmir, xrom duru sulfatla gedəndə 2, qatı sulfatla gedəndə 3 valentli olur və duruda normal duz plus H2 verir. Burada əmsal ehtiyac heç yoxdur. Ferrumun üzərinə H2SO4-ün qatısını gələndə normal duz alınır və dəmir 3 valentlidir. Üstəgəl SO2, üstəgəl də su. Baxaq. Y-in formulunu. X-in natrium OH-la reaksiya tənliyini yazın, əmsallaşdırın. Deməli bizə dəqiqə. Baxın. Birinci reaksiyadan alınan duza X deyib. Bu X-dir. Reaksiyanın reduksiya məhsulu. Reduksiya nə deməkdir? Üstü azalan. Üstü azalan burada hidrogendir. Çünki müsbət 1-dən 0 əlif. Düzdür mü dərəcəsi? Azalan odur, üstü azalan. Reduksiya demir. Reduksiya olunan istəmir. Reduksiya məhsulu. Məhsul deyəndə sağa da. Onda Z budur. Ki, o birisi tənlikdə. Reaksiyadan alınan duz. Y budur. Reaksiyanın reduksiya məhsulu. Yəni, baxın, kükürt müsbət 6-dan nəyə gəlib? Müsbət 4-ə. Görsən, reduksiya olunub, üstü azalıb. Məhsulu dediyi üçün sağdakına baxırıq da. Yəni, T-də budur. T-də budur, əla. Deməli, Y-in formulunu. Y-in formulunu tapmışam. Buyurun. Dəmir 3 sulfat. X-in natrium OH-la reaksiyasını yaz, əmsallaşdır. X ferrum SO4-dür. Bunu natrium OH-la reaksiya aparanda ferrum OH-dan 2 dəfə üstəgəl natrium 2SO4. Natriumdan 2 dənədir, bura 2. 1 mol Z və T-nin reaksiyasından alınan bəsit maddənin mol sayını hesabla. Z-lə T. Deməli, Z-lə T. Z-imiz H2-dir. SO2 üstəgəl hidrogen. Deməli, buradan alınacaq. S plus H2. Elə? Aha. Alınan bəsit maddənin mol sayı. Tənliyi yazacam, əmsallaşdıracam indi. 1 mol Z-in deyir, ha, diqqət olaq. Bunu əmsallaşdıranda bura 2 düşür. Bura 2 düşür. İndi 1 mol Z-in. Z-im H2-də 1 mol. Z-in T ilə reaksiyasından alınan bəsit maddənin mol sayı X mol. Molnaqda da əmsal. Bu da 2. X eləyir 0,5. Bu qədər. 5-ci sualda da. Deməli, Y maddəm bu idi. Tənliyimi yaz, əmsallaşdır demişdim. Yazdım, əmsallaşdırdım. Deməli, Z maddəm hidrogen idi. T ilə, yəni SO2 ilə reaksiyasını yazdım, əmsallaşdırdım. Və cavabımı aldım 0,5. 6-cı sualda. Deməli, H2-si yandırdıqda bir hissəsi tam, digər hissəsi isə natamam yanıb. Baxın, H2S əgər tam yanarsa SO2 su, natamam yanarsa S plus su verir. İndi tənli yazandan sonra əmsallaşdıraq. O birisində. Deməli, bunu 2-yə vursam, bu 2, 2 kükürt, 4, 6, bu 3. Əla. Mənə deyir, baba, H2S-in molu 4 moldur. Sərf olunan oksigen molu da 5 moldur. İndi belə olanda sizə demişəm, sistem tənlik qurunda. Sistem tənlikdə əmsalların nisbəti şəklində yazın. Birinci cərgəni X-lə, əmsalların nisbətini X-lə, ikincidə isə Y-lə götürün. 2Y, bu da 2Y. Aha. İndi bunların cəmi, yəni 2X plus 2Y 4'tü. Burada 3X plus Y bərabər də nəyə? 5'ə.
Bizə deyir ki, hər iki reaksiyada alınan mürəkkəb maddələrin ümumi mol sayını, alınan bəsit maddələrin ümumi mol sayını tap. İndi hələ bir gözləyək. Deməli, biz buradan nə edəyək? Y-i tapıb yerinə qoya bilərik də. Buradan Y nəyə bərabərdir? 5 çıx 3x-ə. İndi bunu burada qoyaq yerinə. 2x üstə gəl. 2 vur. 5 minus 3x bərabərdir 4-ə. 2x üstə gəl 10. Çıx 6x bərabərdir 4-ə. Deməli, buradan neçə eləyir bu? Bir dəqiqə. X-i bu tərəfə keçir. Yox, mənfi 4x bərabərdir mənfi 6-ya. X bərabərdir 1/5-ə. Əgər x-in 1/5-dirsə, y-im 0/5 deməkdir. Çünki burada yerinə qoyuram. X-ə 1/4, aha, y eləyir 0/5. Həqiqətən də y elədə 0/5. Bu belə. Məndən nə istəyir indi? Məndən deyir ki, hər iki reaksiyadan alınan mürəkkəb maddələrin ümumi mol sayı. Hər iki reaksiyadan alınan mürəkkəb maddə buradır. Yəni nə deməkdir bu? 2x üstə gəl 2y üstə gəl 2y. Çünki 2x SO2 alınıb. Yox, bu 2x-dir. Bizə dəqiqə. Su yenə o birincidə 2x alınır. Digərində su 2y alınır. İndi burada yerinə qoysaq, elə bil x-ə 1/5 döymü? 2-yi 1/5-ə vuranda 3. 2-yi 1/5-ə vuranda 3. 2-ni 0/5-ə vuranda 1. Bu da eləyir 7. Aydın oldu. Mürəkkəb maddələri 7 aldım. İndi də bəsit maddə istəyir. Bəsit maddəm də sadəcə 2y-dir. 2-yi də 0/5-ə vuranda o da cavab eləyir. 0/5-ə vuranda cavab eləyir 1. Cavab 7-lə 1. Qəşəng sualdır. Həmişə işlədiyimiz sualdandır. Sistem təhnlikdir. Qeyri-adi bir şey yoxdur. Deməli, digər suala keçirəm. 7-ci suala. Nə deyir 7-ci sualda? Oleum məsələsidir. Diqqətli olaq. Oleumun formulunu hər kəs bilir. Bilir ki, H2SO4 vur N mol SO3'dür. Bizə dəqiqə elə yazım ki, yer olsun da. H2SO4 vur N mol SO3. Bizə deyir ki, bunu su ilə reaksiya apar. Ümumiyyətlə yadınızda saxlan. Oleumun tərkibində SO3'ün miqdarı nə qədərdirsə, o qədər də su tələb eləyir. Niyə? Çünki bilirik ki, 1 mol SO3, 1 mol su ilə reaksiya girəndə H2SO4-ə çevrilir. 1 mol sulfat verir. Yəni, əmsal görsən 1-in 1-ədir. Yəni, burada N mol SO3 var deyə, ona görə orada N mol su tələb eləyəcək bizdən. Başa düşdükmü? N mol su tələb eləyir SO3'ümüz. Və nəticədə bununla bu birləşir. N mol H2SO4 verir. Burada da 1 mol var deyə, onda oleumun su ilə reaksiyasından N plus 1 mol H2SO4 alınır. Biri əvvəldə var idi, N mol da sonra yarandı. Deməli, bizə bunu verib 169 oleumu. Su ilə reaksiyasından 196 qram sulfat alınıbdır. 196. Aha, tamam, laf yaxşı. Onda burada 196-dan 169-u çıxsaq, bura 27 düşərmi? Yəni, 169 qram oleumu su ilə reaksiya aparanda 196 qram sulfatın alınması üçün 27 qram su tələb olundu. Yaxşı. Mənə deyir, N-in qiymətini tap. N-in qiymətini də buradan tapa bilərik çox rahatlıqdan. Yəni, belə deyim də, 27-dir, bu N mol sudur. Bu da ki, 98 N üstə gəl, 98-dir. Elə eləyir də, düzdürmü? Buradan N-imiz eləyir tənasübdən 3. Yəni, biz suyun əmsalını, burada çünki məndən N-in qiymətini tap deyir və mən də onu tapdım çox rahatlıqdan. Və bizə deyir ki, 169 qram oleumu 50% sulfat turşusu məhluluna çevirmək üçün neçə qram su lazımdır? Yəni, çox rahat. Elə diqqətlə baxsaz görərsiniz ki, baxın, o 169 qram oleumu su ilə qarışdırıb 50% sulfat turşusu məhluluna çevirib. Yəni, o aldığı 196 qram, yuxarıda demişdik, 169 qram oleumu su ilə reaksiya aparanda 196 qram sulfat turşusu alınmışdı. Yəni, indi onu bizə deyir ki, 50% sulfat məhluludur bu. Yəni, bu sulfat turşusu 50%-ə uyğundur. Əgər 196 qram 50%-ə uyğundursa, deməli, digər 50%-i də su imiş də. Deməli, elə su da 196 imiş də. Başa düşdünüzmü? Deməli, əvvəlki bu oleumu
N+1 mol sulfata çevirmək üçün 27 qram su lazım idi, düzdürmü? Və 196 qram sulfat, 50%li sulfat məhlulunu isə çevirmək üçün təzən 196 qram su lazımdır. Çünki əgər 50% sulfatdırsa bunun, 50% də sudur da, onsuz da 50-50 deyil. Deməli, digər 50% də sudur. Məsələn, tutaq yazardım buna 40%, məsəl üçün. Yazardım 196 qramım 40% isə 60% suyum neçə qramdır? Suyu oradan tapardım. Prosesində niyə tapıram? Çünki sulfatlı turşusu 50%-ə uyğundursa, ümumi məhlulum 100% deyil. Deməli, bunun 50% də sudur da. Deməli, elə su da 196 imiş. Deməli, buradakı su 196, yuxarıda tələb olunan su da 27 qram. Və biz o sulfat məhlulunu hazırlamaq üçün opşi, hansı ki, o yuxarıdakı oleumda su ilə reaksiyasından sulfat turşusu almadıq mı? N+1 mol. Deməli, 223 qram su tələb olunubdur. Bu qədər. Keçirəm 8-ci sualımıza. Əslində çox sadə sualdır. Sadəcə diqqətlə baxsaq hər şeyi görə bilərsiniz. 8-ci sualda nə deyir? 8-ci sualda bizə dəqiqə 200 qram SO3-ün 9 qram su ilə qarışdırılmasından oleum H2SO4 vur x mol SO3 alınıbdır deyir. X-i hesablayın. Deməli, gəlin belə baxaq da. Deməli, əvvəlcə bu SO3-ü su ilə qarışdırıb. Bilirsiniz ki, buradan alınır H2SO4. Elə? H2SO4 alınır da. Biz buradan nə görürük? 80 qram SO3, 18 qram su ilə reaksiya girib, 98 qram sulfat turşusu alınır. Deməli, 9 qram su ilə qarışdırıb da. Yəni, bunu elə bil 200 veribdir SO3-ü. Suyu 9 veribdir. Əlbəttə, az olan burada sudur. Yəni, o təmiz sərf olunacaq deməli. Deməli, 9 qram su sərf olunanda, gəlin görək, neçə mol SO3 tələb olunur? 40 qram. Bəs nə qədər sulfat alınır? 49. Niyə? Çünki tənasübdən elədim də. Elə düşünün ki, buna bir x yazdım. X bərabərdir, 40 elədi. Buna da bir y yazıb tapdım, tənasüb qurdum. Bu da elədi 49. Gördünüz? Tənliyin özündə 18 qram su sərf olunanda 80 qram SO3, 98 qram su alınıbsa, indi məsələdə deyir 9 qram su. 9 qram suya 40 qram SO3 sərf eləmişəm, 49 qram da sulfat almışam. Yəni biz buradan nə görürük? Görürük ki, 200 qram SO3-ün 40 qramı sərf olunub. Deməli, 160 qram SO3 qalıbdır. Amma su təmiz sərf olunub. Su təmiz sərf olunub. Aha, və nəticədə 49 qramda H2SO4 əldə eləmişəm. H2SO4 alınıb. Nəticələrim budur da, yəni bu yazdığımdan çıxan nəticə budur. Aha, deməli, biz burada nə görürük? Deməli, bizə deyir ki, 200 qram SO3-ü 9 qram su ilə qarışdırılanda oleum alınıb. X hesablayın deyir. Baxın, biz yuxarıda nə gördük? Gördük ki, 49 qram oleum bu deyil mi? H2SO4 vur x mol SO3. Biz gördük ki, 49 qram sulfat alınanda 160 qram SO3 qalıb. Elə? 160 qram SO3 qalıb. Bəs indi 98 qram sulfat alınması üçün nə qədər SO3 tələb olunur? Yəni də SO3 qalar. Bir A yazıram. A bərabərdir nəyə? 320-yə. Deməli, 320-yi bölürəm 80-ə. Niyə? Çünki baba burada daxı 320 qram SO3'dür bu. 80-ə böləndə SO3'ün emiri 80-dir də. Deməli 4. Deməli mən x bərabərdir 4 aldım. Yəni ümumi formulum nədir? H2SO4 vur 4 mol SO3. Və bizə deyir ki, tələb olunan nədir? H2SO4-də oleumu tamamilə H2SO4-də çevirmək üçün tələb olunan suyun kütləsi. 160 qram SO3. Yəni bizdə, yenə deyirəm, SO3 40 qram sərf olunub gedib. Yuxarıda H2SO4-ü verdi. Bizim əlimizdə 160 qram SO3 qalıb. Başa düşürsünüz? Biz bu SO3-ü araşdırırıq. Və 49 qram sulfat alınanda 160 qram SO3 qalmışdısa, 98 qram almaq üçün nə qədər lazımdır? 320. 320 qram SO3-də 4 mol deməkdir. İndi biz nə edirik? 160 qram SO3-ün neçə mol eləyir? 1 mol SO3 80 qramdırsa 160 qramım 2 moldur. Deməli 2 mol SO3 var. Sən də bilirsən ki, 2 mol SO3 2 mol su istəyir.
Niyə? Çünki yuxarı bir dənə baxın. SO3-ün 1 molu 1 mol su tələb eləyir. H2SO4-ə çevrilmək üçün. İndi əlimdə 2 mol SO3 qalıbsa, yəni bax hansı ki mən bunu tapdım da, yuxarıdan tapdım ki 240-ı sərf olundu, getdi 160 qram SO3 qalıb. 160 qram SO3 2 mol deməkdir. 2 mol SO3-də 2 mol su istəyir də özünü sulfata çevirmək üçün. 2 mol suyun da kütləsi 36 qram. Başa düşdükmü? 36 qram cavab 4 və yuxarıda aldığım bu 4 və 36 qram. Belə. Yəni çətin məsələ deyil, sadəcə diqqətlə düşünüb dərk eləmək lazımdır. Sizə mərhələ-mərhələ gedək. Sonra 9-cu suala keçirəm. Nədir 9-cu sual? SO2-nin üzərinə natrium OH gəlib, məlum məsələdir. Natrium hidrosulfit verib. Sonra 2 mol gəlibdir. 2 mol natrium OH. Alınıb nə? Natrium 2SO3. Üstə gəl su. Sistem tənlikdir də yenə. Birinci, ikinci reaksiyada deməli burada cəmi 5 mol SO2 sərf olunub. Alınan duzların tərkibində isə natriumun deyir sayı 9-dur. Yenə belə olanda sistem tənlik. Əmsalların nisbətindən işləyirəm. Aha, mən buradan görürəm ki X plus Y-im, yəni SO2-lərimin cəmi 5-dir. İndi natriumlarım. Bax, bu qarışıqda natrium atomlarının sayı X plus 2Y dənə. Çünki burada X dənə natrium var, burada isə 2Y dənə. Bərabərdir nəyə? 9-a. Tərəf-tərəfə çıxsam Y bərabərdir 4 eləyir. Onda X bərabərdir 1 eləyir. Hər şey hazır. Nə deyir bizə indi? İkinci reaksiyada sərf olunan natrium OH-ın kütləsini, alınan duzların mol nisbətini hesablayın. Deməli, ikinci reaksiyada görürəm ki, nə qədər natrium OH sərf olunub, onu istəyir. O elə bil ki, ikinci reaksiyada sərf olunan natrium OH-ın kütləsini istəyir. 2Y qədər natrium OH sərf olunmuyub ikinci tənlikdə. Y-i 4 almışam, 2-yi vururam 4-ə, bir də vuracam 40-a. Niyə bilirsinizmi? Çünki natrium OH-ın emeri 40-dır. 2Y mol natrium OH nə deməkdir? Y-i 4 almışam, deməli 8 mol natrium OH deməkdir. 8 mol natrium OH da 320 qramdır. Bir də alınan duzların mol nisbəti. Bax, X-i nə almışıq? 1. Bu da. Deməli, X mol natrium hidro. Üzr istəyirəm, bu sulfitdir. Hə. Aşağıdakı da Y mol natrium sulfatdır. Deməli, X-i 1 almışam. Bu, yuxarıdakı natrium hidrosulfitin moldur. Y-i də natrium 2SO3 almışam. O da 4 moldur. Cavab eləyir 0,25. 0,25 mol. Cavab 320 və 0,25 mol. Çox asan sualdır. Sistem tənlik. Belə olanda yenə deyirəm, qarışıq məsələlərində tənliyin ikisə gedəndə və deyəndə ki, məsələn, bunlar bu qədərdir, bunlar bu qədər, onda sistem tənlik qurun çox rahatlıqdan gedir. İndi o biri suala keçirəm. Kalium 2 S2O7-ni parçala deyir. Bilirsiniz ki, buradan alınır. Kalium 2 SO4 üstə gəl SO3. Eləcə də bu tənliyin tərsi də mövcuddur da. Kalium 2 SO4 üstə SO3 gələndə kalium 2 S2O7 alınır. Aha, pirosulfat. 127 əmsala ehtiyac yoxdur. Deməli 127 qram bunu verib. Bunun emeri nə qədər eləyir? 78, 64, bir də 16-yı 7-yə. 112, 112. 6, 8, 14, yəqin ki 254 eləyəcək, çox ehtimal. 127-dən 2 misli eləyər də. 13, 14, 15, 2, deyirəm ax, 254. Yaxşı, bunun emeri oldu 254. Mənə deyir ki, alınan Y-in. Y hasıdır burada? Hə, indi bizə dəqiqə, hələ biz bunları bilmirik. Aşağıda bunların birinə X, birinə Y yazıb. İndi asasıdır. Deyir, bunlardan hasısa su ilə reaksiya girib Z yaradır. Hə, deməli, kalium 2 SO4 duzdur. O su ilə reaksiya girərsə ki, o su dəll olur. SO3 su ilə reaksiya girir. H2SO4 verir də. Onda Y budur. Bax, Y maddəm budur, X-im də budur. Tapdım bunu, bu heç. Deyir, indi alınan Y. Alınan Y SO3-dür də. Gəlin görək neçə mol alınıb. Molunu tapaq, rahat olaq. Bu eləyir 0,5 mol. Yox, A bərabərdir. A bərabərdir 0,5 mol. Tapdın mı? Alınan Y-in su ilə reaksiyasından neçə qram Z alınıb. Deməli, 0,5-i gətirib buraya qoyuram. Molun altı əmsal yazıram. Buna da bir Z maddəsi deyib. Elə neçə qram Z deyir. Z qram yazıram. Bu da 98. Z də bərabərdir 49 qram. Yəni Z maddəm 49 qram alındı. Bu belə. Bu heç. Bu öz qaydasında alınan Z-in neçə qram Z alınıb. Bunu da yazdım o heç.
alınan Z-in neçə qram X-lə reaksiya daxil olduğunu. İndi bundan qurtarmayıb hələ. H2SO4-ü yazıram. Z maddəm budur da. X maddəsindən reaksiya girsin deyir. X maddəmdə kalium KSO4-dür. Bir turşu öz normal duzundan gedəndə turş duz verir. Kalium HSO4 alınır da. Əmsallaşdırıram, bura 2 düşür, qutardı. H2SO4-ü yuxarıdan neçə aldım? 49, altına 98. Neçə qram X? X-im də buydu da, X qram. X maddəm kalium KSO4-dür. Bu neçə eləyir? Deməli, 98-dir sulfat. 2 əksik 96. 96-nın üstünə 78 gələk. 14, 16, 17, 174. 174. Buradan da X eləyir 87. Bu qədər. Yəni, biraz qarışıq məsələ, qarışıq deyil məsələ. Sadəcə olaraq, yəni, gah X, gah Y, gah Z, adamın başı biraz qarışır. Amma mərhələ, görürsünüz, mən X maddəmi tapdım, Y maddəmi tapdım. Sonra gəldim burada Z maddəmin H2SO4 olduğunu bildim. Ondan sonra da addım nə istəyirsə, elə getdim, cavab alındı. Cavab 49-dan 87. Əziz tələbələr, bugünkü şagirdlərimiz, bugünkü testimizin izahı bu qədər. İnşallah növbəti testimizin izahında görüşənədək sağ olun.